hörmətli tədbir iştirakçıları, bugünkü tədbirimiz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr olunur. May ayı Azərbaycanın ən gözəl, ən ətirli ayıdır. Bu ayda təbiət öz libasını dəyişir, hər tərəf rənglərin rəqsindən xalçat oxuyur. Və bu al-əlvan ayın tam mərkəzində, mayın 10-da xalqımızın günəşi doğulub. Azərbaycanın xilaskarı Dahi Heydər Əliyev. Qrup yaratmaq onun alın yazısıydı. Yarattıkları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yaratırdı. Yarattığı ən böyük əsərlərdən isə belə idi. Müasir Azərbaycan. Her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hayatımın çok parlak sayfaları olubdur. Ancak hayatımın çok ağır sayfaları olubdur. Ve bazen öyle düşünürdüm ki, o ağır illerde Azerbaycan'da gördüğüm işler sonra hamısı batıp gelecekti. Ancak bugün ben koşmaktan, bugün ben öz talihime minnettarım. Böyle Allah'a minnettarım ki ben o dertleri yaşadım. Geldim Azerbaycan halkıyla bir yerdeyim ve bugün Azerbaycan halkı için bu kadar değerli töhfə veririm. Bəli. Rəngdir bağça, bağlar, baharla gəlir ümidlər, gül bayramımız. Rəngarəngdir bağça, bağlar, baharla gəlir ümidlər, gül bayramı sevgi saçır, gülür bugün bütün dillər. Mən qırmızı güləm, mən cəsarətəm. Müstəqilliyimizin qanı ilə suvarılmış, amma dahi liderin iradəsi ilə dirilmiş azadlıq rəmziyəm. Mən sarı güləm, mən günəşəm. Azərbaycanın iqtisadi intibahı, sönməyən enerjisi, əsrin müqaviləsinin parıltısıyam. Mən ağ güləm, mən saflığam. Heydər Əliyevin uşaqlara olan təmiz sevgisi, gələcəyə olan işıqlı baxışlarıyam. Mən bənövşəyə güləm, intibahın, mədəniyyətimizin, musiqimizin dünyada tanınan səsiyəm.
Azərbaycanı dünyaya tanıdan, dünyada ən böyük Azərbaycanlı kimi tanınan, xalqımızın, dövlətimizin xilaskarı, hər birimizin qəlbində əməlləri ilə yaşayan dahi şəxsiyyət. O böyük insan bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş, onun dünyaya gəlişi bir evin, bir ailənin sevinci isə, həyatı səmərəli fəaliyyəti isə bütöv bir xalqın keşməkeşli yoluna nur saçan parlaq mayak oldu. Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə, sədaqətlə xidmətin əsl təntənəsi idi. Xalqını sonsuz məhəbbətlə sevən, Azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük Azərbaycanlısı olmuşdur. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda, Heydər Əliyevin uğurlu siyasətini, onun misilsiz xidmətlərinin şahidi oluruq. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində öz qətiyyətli sözünü deyə bilmiş nadir siyasətçi idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə qalxdı. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycan tarixinin ən qanlı bulvarından çıxara bildi. Vətənin Qurtuluş Savaşına başçılıq etdi və Azərbaycan tarixi Qurtuluş mübarizəsində qalibi kimi daxil oldu. Azərbaycan xalqının xilaskar oğlu o tarixə gəlişi ilə hər şeyi yerbəyer etdi. Sabitlik və əmin-amanlıq yarandı. Ən əsası dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi. İnamını özünə qaytardı. İndi də 8-ci sinif şagirdləri xalq şairi Zəlmxan Yaqubun Böyük Ömrün Dastanı poemasından bir parça hazırlayıblar. Poema Ulu Öndər hakimiyyətə gəlişi ilə bağlı yazılıb. Gəlin birlikdə onları dinləyək. Diller nişandadır, ağıllar hədəfdə. İki adam əyləşib, bir üzə gələ bilmir. Hərəsi bir yandadır, hərəsi bir tərəfdə. Həsrətini bir ev yox, ova çəkir, el çəkir. Xilaskara göz dikib, xalqın gözü yol çəkir. Onun adını çəkən alır öz ölümünü. Gözlərinin altına, gözləri baxa-baxa bu həyatdan əl çəkir. Qətlinə fərman verir, ölümünə qol çəkir. Birdən danışar deyib, telefon xətlərini qırıb kəsənlər də var. Tərəddüdlər, yalanlar, şübhələr, etirazlar, ölümlər, intiqamlar, didişmələr, qisaslar. O gəlməsə milləti, ölüm günü gələcək, qəbir günü gələcək, köç günü, sürgün günü, Sibir günü gələcək. O gəlməsə batacaq, dövlət adlı bir gəmi, nə arxası qalacaq, nə dostu, nə həmdəmi. Yaşasın mı bu millət, ölsün mü, ölməsin mi? Millətin böyük oğlu, gəlsin mi, gəlməsin mi? Təklizi əyrini, tərəzinin gözündə, xoş gündə, xoş saatda xalqın üzünə baxdı. Allah iftiranın yox, haqqın sözünə baxdı. Ər itirən sonalar. O gəlməlidir. O gəlməlidir dedi. O gəlməlidir dedi. Oğlu ölmüş analar. O gəlməlidir dedi. Sinəsi bağlı qalan. O ocağı kül olub, qapısı bağlı qalan. O gəlməlidir dedi. Soyu yarımsıq qalan, gəlinlərin əlindən getməmiş qınası da, neçə şəhidi ağlayan anası da. O gəlməlidir dedi. Xalqın uzağı görən, düşüncəli başları, böyük şəxsiyyətləri, böyük vətəndaşları. O gəlməlidir dedi. Əsən külək, axan su, düşən yarmaq, coşan çay, ürəkdən qopan səda, könüldən qalxan aray. O gəlməlidir dedi. Onu zaman çağırdı, onu ürəkdə təpər, damarda qan çağırdı. Ayağa durmaq üçün, dizində hey qalmayan, yanı üstə can verən Azərbaycan çağırdı. Hökmü budur Allah'ım. Bir kimsəni ölümdən qurtarmaq istəyirsə, ona qızıl xonçada qırmızılar göndərir. Ürəyə yananları həyata qaytarmağa dağların zirvəsindən bir ovut qar göndərir. Hökmü budur Allah'ım. Bir xalqı, bir milləti yox olmaq bəlasından hifz etmək istəyirsə, o xalqı xilas üçün qəlbi Allaha bağlı bir xilaskar göndərir. Respublikasının Konstitusiyasının
ve kanunların hayata geçirilmesinin garanti olacağım. Azerbaycan Respublikası'nın vatandaşlarının dini mensubiyetinden, milli mensubiyetinden asılı olmayarak hukuklarının ve azadlıklarının korunmasının ve müdafaa olunmasının garanti olacağı, Azerbaycan Respublikası'nda demokratik değişikliklerin, azadlıkların geçirilmesinin garanti olacağı ve Azerbaycan Respublikası'nı demokratik, hukuki devlet kimi inkişaf ettirmesinin garanti olacağı, Azerbaycan Respublikası'na, Azerbaycan halkına layakatle hizmet edeceğim, Azerbaycan Respublikası'nın dünya devletleri, dünya birliği içerisinde layakatli yer tutması için çalışacağım. ile alov yaktı, kan da yaktı. Sanki biraz rahatladı, nefes derdi Azerbaycan. Elden ele geçen devlet, ortalıkta mazarmalı. Her kişinin hesabına yine erdi Azerbaycan. Canı qanı bağışına qazandığı istiqlalı, müstəqillik meyvəsini gül təklərdi Azərbaycan. Tufanların cilovunu öz başına buraxmadı. Zirvələrə qaya kimi sınırlardı Azərbaycan. Ölüm temqorlusu yok, başçı başta yerindedir. Saf arzular qaynağıdır. Təzə tərdir Azərbaycan. Öz varını özünə ver, aşıb daşsın dəniz kimi. Dolu qızıl külçəsidir, parlaq zərdir Azərbaycan. Sərkərdələr sərkərdəsi öz işinin başındadır. Bir də hardan tapasıdır belə mərd Azərbaycan. Hünərsizlər bacarmadı bu vətəni saxlamağa. Öz hünərli oğlu ilə hünərvərd Azərbaycan. Qara imperiya can yakarından salamat kurtaran tek şeydi o. Layıcı uyğanlı fələklər gələ, yerində, göyündə gərdişiydi o. Zamandan zamana gərzək səsi, bir qaya səngəli daş qasdı. O mənim xalqımın baş sərkərdəsi, o mənim yurdumun baş qasdı. Abirçaş ananın saçları kimi, öptü ağpanlığı baxışlarıyla, hər yerdə vətənə halı toxundu, torpağa vurduğu naxışlarıyla. Əlində bərəkat, gözündə işıq, çəkdi qara nefti ağ yanağına. Dünyanı gətirib qədəmlərinə, qaldırdı millətin tar dağına. Sahildən sahilə köklaqdı. Oh, ah, 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 sıra bağlı Cüzdürüfəli santalığına vətən sağlığı. Emar baxışıyla baxdı dağlara, əlini yoruldu qranitkaya. Nəsibi, cabbarlı, cavid Nəriman, heykələ çevrildi, gəldi dünyaya. Gecə də, gündüz də həvəsindedir. Yaz günü, yaz günü, kış günü yoxdur. Bütün şəhərlərə səyahətdədir. İşsiz iş saatı, iş günü yoxdur. Sevgi birdən-birə yarana bilməz. Aylarla, illərlə yığılıb gəlir. Gözdən qəlbə köçür, candan ürəyə, millətin bağrından doğulub gəlir. Xalqını dünyaya tanıtmaq üçün səsi qanadlandı altı qitələr. Bugün diqqəti var tüm dünyanın Azərbaycan adlı bir xəritədə. Xalq elə güclüdür sevdiklərini, qaldırar başına qızıl tac eylər. Onun hər sözünün işarəsini, hər ağır dərdinə bir əlac eylər. Oğullar doğular bu qoca dünya, bir də əvəzini gətirməz onun. Yazar yaddaşına, hafizəsinə, heç vaxt zəhmətini itirməz onun. Qorquda bənzətli dödə deyənlər, kimi ata dedi, kimi ər dedi, ana bala kimi qucaqlaşdılar. Heydər xalq deyəndə, xalq Heydər dedi.
şeirlərimiz var, şairlərimiz yaradı, bəstəkarlarımız yaradı və onları yada salmaq tədbirlərimizdə onları oxumaq, səsləndirmək əlbəttə ki, lazımdır. Çünki sözlərinə fikir versəniz, görsəniz nə qədər burada müdriklük var, nə qədər həqiqət var. Bütün uşaqlara, bütün xalqlara nümunə sözlər var. Bilirsiniz ki, biz bu bayrama çox həvəslə hazırlaşırıq. Və ulu öndərimizin ad gününə həmişə bilirsiniz, çiçəklər əkilirdi və biz də şagirdlərimiz, müəllimlərimiz burada çox yaxşı iştirak ediblər və məktəbimizin həyətində işçilərimiz xüsusi yerlər hazırlayıb və şagirdlərimiz oraya çiçəklər əkdi. İndi həyətimizə girəndə görürsünüz nə qədər həyət yüzümüzə gülür. Doğrudan da çok güzeldir ve o güzelliği korumak, onu saklamak elbette yine de bize ulu önderimizden gelir. Çünkü süjette siz gördünüz, yaratıcı insan, doğrudan da yaratıcı insan idi. 68. ilden devlet başına gelmişti. Ulu önderimiz o illerden başlayarak Azerbaycan'ın dünyada tanınması için çok işler görmüştür. Elbette Sovyet İttifakı terkibinde, sonra ise bütün dünyada.